Teşekkür ederim. Hürmetli hanımlar ve beyler, her birinize canım Azerbaycanımdan sevgi dolu salamlarımızı getirmişik. Ayrıca bu sahnede olduğum için çok gururluyum ve çok xoşbəxtəm. İcazenizle Azerbaycanımın parlayan ulduzlarını sahneye davet edim. İlk olarak özü qədər gözəl sənəti olan gözəl aktrisamız Deniz Taceddin'i davet edirəm. Buyurun Deniz Hanım. Deniz Taceddin. Buyur Ezin, tebrik ederim. Salam Türkiye, salam Azerbaycan. Çok hoştu bu akşam, bu muhteşem gecede sizlerle birlikte oturmak. Muhteşem enerjisi var zalın, biz büyük zevk alırıq. Ve eyni zamanda da çok hoşdur ki Azerbaycan Respublikasının emektar artisti, çok hürmetli, sevdiğimiz, istedadlı Sənubər İskəndərlidən bu ödülü almaq. Teşekkürler. Gördüğünüz gibi ben bu gece karşınızda iki mükafatla dayanmışam. Biri bu mükafattı, biri de yolda olan oğlumdur. Sağlık ve kucak. Siz, bəli, siz fikir verin ki benim oğlum ne kadar anasına dəstək olmaq istəyir ki, o düşündü ki bu gecede beni tek bırakmayacak, ona göre elə altın qələbəydə də mənimlə birgədir. Bilirsiniz, ben özümü çok şanslı insanlar sırasına aid edirəm. Demek büyük Çin felsefe ustası Konfutsiyanın bir sözünü çok sevirəm. O deyir ki, sevdiğiniz işle məşğul olun. Ve bu halda sizin bir gün olsun belə iş gününüz olmayacak. Ben de özümü bu sıraya aid edirəm. Çünkü bir aktrisa kimi senariye hazırlaşanda, casting mərhələsini keçəndə, özümü büyük ekranda görəndə çox gururlanıram. Ve her səhər tezdən səhərimi Sabahın Xeyir Azərbaycan verilişinin aparıcısı, sunucusu olarak başlayanda ictimai telekanalda mənim günüm səhər saat 4:30'da başlayır. Ve ben düşünürüm ki eğer bugün bir nəfərin bile səhəri saat 7'de mənə göre pozitiv başladısa, ne hoş mənim halıma. Demek ki məndə alındı. Əziz dostlar, əziz tamaşaçılar, ben sizin simanızı görəndə başa düşürəm ki bu zalda ne kadar öz işini seven insanlar əyləşib ve bu da çok hoştu. Bizi de izleyen tamaşaçılara, insanlara arzu edirəm ki herkes öz sevdiği işle məşğul ola bilsin. Çünkü bu halda insanın bereketi de böyük olur. Teşekkür edirəm. Növbətdə mükafatı almaq üçün səhnəyə, o da çok başarılı ve çok istedadlı aparıcımız Fəride Abdullanı dəvət edirəm. Buyur Fəridə. Təbriklər əziz Fəridəm. Sağ olun. Akşamınız xeyir olsun, hörmətli xanımlar ve cənablar. Akşamınız xeyir Çağla xanım, həm də Cem bəy. Bugün eyni rəngdə geyinmişik. Düşünürəm ki, hər üçümüzə beyaz rəng yaraşır. Düzdürmü? Çok teşekkür ederiz sizlerle. Çok sağ olun. Türkiye'nin medeniyet elitasının karşısında ve hemçinde bundan önce sahneye çıkan büyük sanatkarlardan sonra sahneye çıkmak şerefine nail olduğuma göre hakikaten de çok gururluyum.
Sənubər xanım kimi böyük sənətkardan bu mükafatı almaqsa möhtəşəm bir duyğulardır. Həqiqətən də möhtəşəm bir gecədir. İnanılmaz bir enerji var hal-hazırda bu səhnədə və həqiqətən də çox xoşbəxtəm ki, hal-hazırda sizin qarşınızda bu möhtəşəm mükafatı tuturam. Dərin minnətdarlığımı bildirirəm. Təbii ki, təşəkkürlərim var. Məni bu mükafata layiq gördüyünə görə, parıldayan yolunda məni qiymətləndirdiyinə görə Azərbaycan komandasına və həmçinin də Hürriyyət ailəsinə dərin minnətdarlığımı bildirirəm. Bu parlayan yolunda mənə dəstək olan İctimai Televiziyaya, onun rəhbərliyinə və həmçinin də həmkarlarımı buradan salamlayıram, onlara dərin minnətdarlığımı bildirirəm və təbii ki, ən əsası isə hər zaman mənə dəstək olan, məni qarşılıqsız sevən ailəmə, hal-hazırda gecənin bu vədəsində məni izləyirlər. Anama, atama təşəkkürlərimi bildirirəm. Bu səfərdə qardaşım da mənim yanımdadır. Dəstək üçün gəlib İstanbula, buradan da onu salamlayıram. Nə yaxşı ki həyatımdasan, nə yaxşı ki varsan. Farida Abdullah, Azərbaycanın Bu parlayan mükafatı kimlərə həsr etmək istəyirəm, bunu da deyim. Gecə ərzində təbii ki, qadınlardan danışıldı, amma düşünürəm ki, bu çətin dünyada qadınlar qədər kişilər də əziyyət çəkirlər, xüsusən də özünə həyatda yer tapmağa çalışan, üfüqlərdə hər zaman geniş tutan, komfort zonasından çıxmaqdan qorxmayan, səhv etməkdən qorxmayan, vicdanlı, cəsarətli bütün gənclər adına bu mükafatı alıram və parıldayan istedadlı yolunuzda uğurlar arzu edirəm hər birinizə. Nağılları inanın, bir gün onlar gerçəkləşəcək. Mənim üçün nağıllardan biri bu gecə gerçəkləşdi. Sağ olun. tebrik Çok ediyorum. teşekkürler. Tebrik ediyoruz. Ve bir diğer isim ve son olarak bu sahneye çok güzel, məlahətli sesi olan istedadlı müğənnimiz Rilaya Hüseynzadəni dəvət edirəm. Rilaya Hüseyinzade alkışlarla geliyor. Tüm güzelliğiyle geliyor efendim. Alayım ben yine sizi öyle. Buyurun. Təbriklər əzizim. Buyur. Axşamınız xeyir olsun, əziz dostlar və hörmətli qonaqlar. Hər birinizi salamlayıram. Mən çox həyecanlıyam, amma həqiqətən çox xoşbəxtəm. Bugün mənim bu səhnədə dərin minnətdarlıq və həyəcan hissi ilə dayanmağım təkcə mənim şəxsi qələbəm deyil. Bu həm də musiqi və gözəlinin məsafələri və dil bariyerlərini dəf edərək qəlbləri və ruhları birləşdirə bildiyinin sübutudur. İlk növbədə səmimi qəlbdən aləmə təşəkkürümü bildirirəm. Sizin mənə olan dəstəyiniz, sevgi və inamınız itmək çox asan olduğu bir dünyada mənim daimi kompasımdır. Mənə göstərdiyiniz dəstək və sevgi həmişə mənim güc mənbəyim olub və ən əsas mənim üçün güc və birlik simvolu olan vətənimə sonsuz təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz və diqqətiniz mənə qürur və məsuliyyət hissi verərək yaradıcılığımda yeni uğurlar qazanmağıma səbəb olur. Hər uğur qazandığım günlərdə və həm də ruhdan düşdüyüm anlarda
Dostlarıma da teşekkür ederim. Və həm də qeyd eləmək istəyirəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və rəhbər heyətinə təşəkkür edirəm. Siz mənim uğurumun və yaradıcılığımın əsasısınız. Və son olaraq arzu tutaraq məqsədinə doğru gedən hər kəsə demək istəyirəm ki, maneələrdən qorxmayın. Hər çətinlik insanı daha güclü edir. Sən düşündüyündən daha çox şey qadirsən. Və əziz dostlar, yadda saxlayın ki, yolunuzda atılan hər bir addım çox vacibdir. Bu anı mənimlə paylaşdığınız üçün təşəkkür edirəm və bu möhtəşəm axşamı hər birinizə həsr edirəm. Mən sizi çox sevirəm və hamıya uğurlar arzulayıram. Çox sağ olun. Teşekkürler, hoş görüştük. Azerbaycan'dan büyük selamlar herkese. 2017 yıl ilk defa ben burada ödül aldım. Ve bu benim hayatımın en büyük heyecanı ve özel bir günüydü. O güne göre her birinize yeniden teşekkür ederim. Ve bunu yeniden yaşamak başka bir duygudur. Bugün ödülü ben almayacağım. Bugün Panten Kələbəy ödüllərini mən Azərbaycanın 3 gəncinə verəcəm, təqdim edəcəm. Sizi çox böyük həvəslə hal-hazırda izləyirlər. Hər zamanda izlədilər. Bütün alqışlarınızı istəyərəm ki, bizim 3 gəncə gəlsin. Çünkü bu onlar kadar bu dəqiqə heyecanlı olan təsəvvür etmirəm ki, başka adam olsun. Bir daha hoş görüştük. Çok severek Altın Kələbəy ödülünü Azərbaycanın parlayan ulduzuna Türanə Hüseynliyə təqdim etmək istəyirəm. Azerbaycan'ın parlayan yıldızı ödülü, daha doğrusu ilk ödülü Turana Hüseyinli'ye gidiyor. Gel gel. Tebrikler güzel. Buyurun. Teşekkür ederim. Buyurun. Bu qədər həyəcanlı olduğunu təsəvvür eləmirdim, həqiqətən. Yuxu kimi gəlir, sizə də salamlayıram. Çox sağ olun. Zalda az adam qalsa da, həqiqətən bu səhnədə olmaq çox özəldir. Bir konuşma hazırlamışdım, unuttum hamısını. Rüyadan bu ödülü almaq bizim sevilən rüyamızdan. Bu xüsusilə də özəldir. Təşəkkür edirəm. Başlamaq istəyirəm. Biraz çıxışım uzun olacaq, bilirəm sona doğru. Biraz hamı yorğundur, amma bu mənim ilk ödülümdür. Oy. Ona görə biraz uzun danışa bilərəm. Təşəkkürlərim var. Öncəliklə məni yetişdirən, bugün burada olmağıma en büyük sebep olan insanlara, anama, atama teşekkür ederim. Onları bilirəm, məndən qürur duyurlar, nə qədər seçdiyim peşəylə o qədər qürur duymasalar da, amma onlar bu cür yetişdirməsəydilər, mən burada olmazdım.
ve eyni zamanda bacıma, qardaşıma teşekkür ederim. Çünkü onların dəstəyini həmişə hiss edirəm. Onlar mənim üçün çox dəyərlidirlər. Dostlarım hansı ki həmişə inanırdılar ki mən bu mükafatları alacağım, böyük səhnələrdə olacağım. Hamısına teşekkür edirəm. Bugün bir saniye belə məndən ayrılmayan Səbinə, Nilüfer, Xəyalə teşekkür edirəm. Komandama teşekkür edirəm. Eyni zamanda mənim burada olmağıma səbəb olan hər kəsə çox teşekkür edirəm. Sizə bir hekayə danışmaq istəyirəm, çox qısa bir zamanla bağlı keçmişə aparacağım. Mən tam 6 il öncə bu zaldaydım. Arxa sırada əyləşmişdim qonaq qismində. Səhnəyə baxanda fikirləşdim ki, görəsən burada olmaq və mükafatı almaq necə bir hissi, necə bir həyəcandır. Görəsən insan etməlidir ki, belə bir ödülə layiq görülsün. Uzun zaman keçdi və bu illər ərzində bütün daşlar yerinə oturdu. Mənim bir çox suallarıma cavab tapdım. Eyni zamanda tam 6 il öncədən bugünə qədər burada olaraq Azərbaycan xanımlarına, qadınlara müraciət eləmək istəyirəm, mesaj vermək istəyirəm. Çünkü bilirsiniz ki şərqdə qadın olmaq çox çətindir, bir çox baskılarla üzləşirik. Mən istərdim ki, bütün qadınlar öz güclərinə güvənsinlər. Biz çünkü çox çətin olur bəzən öz arzularına inanırsan, arxasına gedirsən. Bəzən alınır, bəzən alınmır. Bəzən maneələrlə rastlaşırıq. Mən istərdim ki, heç bir qadın heç bir maneəyə baxmasın və öz arzularının arxasıca geçsin. O zaman siz her şey elde edebilirsiniz. Belki bu 1 il çəkə bilər, 3 il, 6 il, 10 il. Ama bu bir gün reallaşacak. Ona göre mən bu ödülü güçlü ve öz gücüne güvenen bütün Azerbaycan hanımları adına almak istedim. Bravo. Bravo. Sağlık. Teşekkürler. Sizi sahnede... Maşallah üreği de Gelin çok sonra. doluymuş güzelimizin. Evet, orada bekliyorum birazcık. Ben de teşekkür etmek istedim. Panten Kelebek bütün kolektifine, ailesine ve her zaman bütün Azerbaycanlıları Türklerle birleştiren Mustafa Bey. Teşekkür ederim. Goy herkes eve salam falan gönderdi. Goy ben de danışımda. Çok severek ikinci hanımımıza Nezrinimizi bura davet etmek istiyorum. Azerbaycan'ın parlak yıldızı. Evet, Azerbaycan'ın parlayan bir diğer yıldızı Nesrin Nesrin. oluyor. Nesrin, Azerbaycan'ın diğer parlayan yıldızı ödülü. Buyurun. Herkese salam. Mən də hər kəs kimi çox həyəcanlıyam. Bu gecə burada sizlərin arasında oturmaq mənim üçün çox xoşdur. Mənim bir anım var. 12-13 yaşlarımda belə bir dizi var idi, Sehirli Annem. Hər kəs onu yəqin ki bilir. Və orada oynayan Dudu Peri'ni canlı olarak görmək istəyirdim. Aramızda olan Nevra Serezli'ni görmek canlı çok sevindim. Ülkemi, Azerbaycanımı burada təmsil etmək məni çox sevindirir. Sənətimə və musiqimə göstərilən dəyərə görə öz dinləyicilərimə ilk başda təşəkkürümü bildirirəm. Mənə inanan dostlarıma, ailəmə və yaxınlarıma təşəkkürümü bildirirəm. Layiq olan hər kəsə ulduzunun parlamasını diləyirəm. Təşəkkür edirəm, çox sağ olun.
Çok sağ olun. Gəlirəm Kələbək ödülünün mənim üçün ən hamınız, hər biriniz əzizsiniz, amma o mənim üçün ayrıca bir əzizdir. Təbriklər. Herkese salam, akşamınız xeyir. Səhərdən hamı heyecanlanma deyir, amma həqiqətən bu mükafat heyecanlanmağa dəyər. Burada olmağıma səbəb hər kəsə, məni izləyən, dəstəkləyən bütün izləyicilərimə təşəkkür edirəm. Xüsusilə də burada xanımlara səslənirəm. 7 il öncəki Nəcibəyyə baxanda, o tələbə, afisant işləyən Nəcibəyyə baxanda həqiqətən özümlə fəxr eləyirəm. Bir daha təşəkkür edirəm bu mükafat üçün. Bu mükafatı mənim üçün çox əziyyət çəkmiş, ən dəyərli anama həsr edirəm. Çox sağ olun. Hoş geldiniz. Buyurun. Təbrik edirəm. Çok sağ ol. Teşekkürler. Ay. Akşamınız xeyir. Bu gece burada olmağıma göre ümid edirəm ki, xoşbəxt olduğumu hiss edirsiniz. Amma həqiqətən xoşbəxt, mutlu olduğumu dilə gətirmək istəyirəm. Bu mükafatı, bu ödülü mənə layiq bilən hər kəsə dərin təşəkkürümü bildirirəm. Ailəmə, dostlarıma 17 yaşımdan bəri televiziya ekranlarında, daha sonra beyaz pərdədə məni izləyən, dəstəkləyən bütün tamaşaçılara dərin təşəkkürümü bildirirəm dəstəklərinə görə. Və Azərbaycanda ulduzumun parıldamasında əməyi keçən çox insanlar var. Tək-tək adlarını çəkə bilməyəcəm, amma bu insanları mənimlə qarşılaşdırdığına görə uca Tanrıya təşəkkür eləyirəm. Ve bir arzum var, bir isteğim var. Bir zamanlar en güzel dövrünü yaşamış, en parlak dövrünü yaşamış Azerbaycan kinosunun, Azerbaycan sinemasının yeniden parlaması, yeniden məhsuldar, verimli günlerine geri dönmesini ürəkdən diləyirəm. Bu uğurda çalışan, əziyyət çəkən, vuruşan çox istedadlı, çox yetenekli insanlar var Azerbaycan'da ve onların sayesinde inanıram ki bu arzum tezlikle yerine yetecek ve bu mükafatı, bu ödülü kinoya aşık, qəlbi yazmaq, yaratmaq, çekmek, çekilmek eşkiyle döyünən bütün kino severler adına, bütün hemkarlarım adına alıram. Teşekkür edirəm. Hanımlar ve beyler, çok hörmətli qonaqlar, mənim dəyərli dəstəkçilərim, dinləyicilərim və mənim əziz anam. Axşamınız xeyirli olsun. Bu səhnədə dayanmağım, bu altın kələbəyi əlimdə tutmağım məhz sizin mənə olan dəstəyiniz, inamınız, sevginizin göstericisidir. Çok teşekkür ederim her birinizə. Bildiğiniz kimi Azerbaycan Panten'in parlayan yıldızı seçilmişim ve bunun için çok büyük gurur, sevinç ve aynı zamanda da büyük bir məsuliyyət hissi duyuram qəlbimdə. Ve bu fürsəttən yararlanarak, bu səhnədə olmağımdan yararlanarak
Mənim qəlbimdə iki amac var ki, çox üzr istəyirəm. Pantenle çok güzel bir yola çıktık, çok parlak bir yola çıktık ve Panten'in mənə yarattığı şəraitdən yararlanaraq hemen iki amaca, mənim qəlbimdə olan iki amaca Panten'den olan tüm gəlirimi ayırmaq istəyərdim. Bunlardan biri yaxın keçmişdə Türkiye'de yaşanan deprem neticesinde anne babasız kalan çocukların desteğine diğer yarısı ise Qarabağ savaşlarında igid şehitlerimizin evladlarına ithaf edirəm. Ve bu anda Ulu Önder Heydər Əliyevin bir kelamı var ki onu demesem olmaz. Biz ayrı ülkelerde yaşasak da değerli dostlar bizim yüreğimiz her zaman bir döyünür. Ve biz sizin için heyecan geçiririk. Aynı zamanda siz bizim için heyecan geçirirsiniz. Biz iki devlet tek milleti. Gelin beraber her çocuğa daha iyi bir dünya yaratalım. Bravo. Çok teşekkürler.